Salam əziz dostlar, mən Çingiz Pəhlivan. Yenə sözüm buradan Şirekədir və Azərbaycanda olan digər ştanq qaldıranlara. Yəni kim ştanq qaldırır sözüm onlaradır. İndi əvvəlcə gəlin videoya baxın. Bir fraqmentdir, Kamran Lazımov çəkib. Bir dəqiqə cəmaət dəmir qaldırır, ştanqsa. Vallahi bu hansı rezin? Deməli əziz dostlar, gördünüz videonu. Məsələ nədir? Bu Şirek, deməli bir il olar, yox, bir il yarım bundan əvvəl bu gedib bir ara paraşa buraxmışdı ki 280 kilo bu güya bir idman zalında jimlyoz hərəkət edir, yəni sinədən ştanq vurma 280 kilo. Eyni o qaydada quşlamışdı ki boş şeydir, yəni elə belə şeydir. Bilirsiniz necədir? Mən deyirəm, mənə bəziləri nətər deyim, güya mən paxılam, xainam. Birincisi, 280 kilo sinə basmaq hər oğlanın başı üçün deyil. Yalancaq deyir, yəni boş şeydir. Sən Azərbaycanda ümumiyyətlə kütlə var, böyük bir kütlə, izləyici kütləsi, əsasda sosial şəbəkədə. Bu böyük bir kütlə, yəni bilmirlər. Ümumiyyətlə idmandan anlayışı yoxdur, ştankdan anlayışı olmayan insanlardır. Belə deyək də, otur yalancaq, mən götürüm sabahlarım crossfit bilinlərin 15 LB istəyib bilinləri yığım ora. Bu boyda nə eləyim, ora yazım ki 500 kilo. Mən yalancaq deyim ki, imamlardan adını çəkim, Allahın adını çəkim və o ştanqı qaldırım. Mənə də desinlər ki, neçə kilodur deyim mən, bəs 500 kilodur. Lap adamlar gətirim burada, Meksikada. Kim qalxacaq? 260 kilo ştanq dartıram mən. Yəni mənim gücüm ona çatır. 260 kilo ştanq qaldırıram. Ştanq qaldırıb trinajör zalına gedim. Elə zalda kimi çağırım, gəl bunu tərpət. Tərpədə bilməyəcək onu, qaldıra bilməyəcək. Elə o ştanqı qaldırmaqdan ötürü gəlirsən profesional bir ştanq qaldıran olasan ki, o çəkini yerdən üzə biləsən. Mən də götürüm paraşa buraxım ki 500 kilodur, boş şeydir. Bu idmandır, zaldır, bu boş şeydir. Belə deyəndə avtomatik mənə qarşı, mən öz bu ştanq qaldıranlara qarşı agresiya yaradacağım. Çünki ştanq qaldıran bilir ki orada neçə kilodur. Mən onların haqqına girmiş oluram. Azərbaycanda idmançılar var, Şirek sən nənəm. Sən indiyə qədər Azərbaycanın nə bayrağını uzatmışsan, nə Azərbaycan sən qarpız deşən kimi tanınırsan. Sənin yəni videoların bu qarpız deşməklə sən məşhur oldu. Səni də məşhur eləyənlər elədilər. Sən özün yaxşı bilirsən ki, sənin əvvəllər videoların o qarpız deşə-deşə necə çəkilirdi. İndi də başlamısan, özünü hamıdan ağıllı aparırsan. Görürsən ki, hansısa bir idmançı Azərbaycanın bayrağını ucaldır, güclü idmançıdır, onu bloka atırsan. Yəni sənin xislətində, xislətin içində, yəni xain adamsan. İndi də bu Türkiyədən gəlib elə bloger gəlibdi, heç o dünya çempionu olmayıb, ümumiyyətlə idmanlar, mənim də türkdə o nə bilir rezin nədir? Sən Azərbaycan dilində danışırsan, heç qarışıq rus dilindən sözlər deyirsən, türk onu başa düşmür. O türk xayb tutmağa gəlibdi. O çünki blogerdir, onun işi odur. Blogerlər var, özləri video çəkir, blogerlər də var, gedir hardasa kiməsə bacarıqlı adamların videosunu çəkir. Sənin bacarığın var, sən videolar var, çoxlu baxış gəlir, amma bacarığın nədən ibarət olduğu, qarpız deşməkdən ibarətdir. İndi sözüm buradan Azərbaycanda olan idmançılarıdır, ştanq qaldıranlaradır. Mən bilmirəm, siz nə fikirləşirsiniz, bu sözü özünüzə necə qəbul edirsiniz, nə tər götürürsünüz? Qardaş, bir nəfər yoxdur, bunun bir qulağından tutsun, gətirsin, bir telefonunuz yoxdur, bir zəng vurun da, deyən, elə keçən il də buraxdım bu quşu, bu dəfə də buraxdım. Yəni mən buna nə qədər video çəkmişəm, xeyir eləmir. Video ilə Kamran Lazımov, qardaşım, video ilə bu adama heç nə girmir. Mən buna çəkdiyim videoları kiməsə çəksəydim, bu adam məndən sivyaza çıxardı ki, sən mənə bu videonu niyə çəkirsən? Deməli, bu adam bilir səhvini. Bu yenə də davam edəcək. İstəyirsiniz, inanın, istəyirsiniz, Lokko, o vaxtı Lokkonu məşhur elədilər. Lokko baləmiz, Lokko baləmiz, Lokko baləmiz, Lokkullətdə, axırda Lokko elədi, Lokkullətdə getdi. Onun üçün Lokkoya da dünyanın tanınmış futbolçuları, tanınmış blogerlər, dünyanın ən tanınmış xayperləri, hamısı ona video çəkirdi. Hüseyin Qasanov da gəldi, Lokko ilə video çəkdi. Hüseyin Qasanov, mən görməmişəm ki, Azərbaycanda
məsəl üçün hansısa bir başqa bir blogerlə video çəksin. Çünki o görür, o hype'dır, qəşəng videosuna baxış gəlir, qlobala düşübdür, video çəkirlər. Necə bu powerlifterlardan, strongmanlardan biriniz zəng vurun ona, telefonla zəng vurun, gəlmir cəhənnəmə gəlsin. Sən onun telefonuna zəng vur, onun səsini yaz, meydana çağır. Bilirsiniz vəziyyət nə yerdədir? Yəni mən girib kommentləri oxuyuram. Orada Rövşən Xəlilov söz yazır. Rövşən Xəlilov elə-belə adam deyil. Dünya çempionudur. Dəfələrlə Azərbaycanın bayrağını ucaldıb. Azərbaycanın bayrağını ucaldan idmançı o deməkdir ki, Azərbaycanda yaşayan sənin o idmançıdan xoşun gəlsə də, sənin o idmançıdan xoşun gəlməsə də, sən onunla fəxr eləmək sənin abizalovqandır. Çünki o sənin ölkəvin, vətənivin bayrağı dünya arenalarında qaldırır. Rövşən Xəlilov orada Rövşən Xəlilova troll dəstəsi başlayır. Çünki trollardılar. Siz özünüz yaxşı bilirsiniz ki, Azərbaycanda nə qədər nə savadsız insanlar var. Onu qəhrəman eləyəcəklər. Yəni, sənin illərdir çəkdiyin əziyyəti heç eləyəcəklər. Mən bilirəm ki, o heç bir idmançıya xoş gəlməyəcək. Qardaş, buna zəng vurun telefonda. Bu danışığı çəkin videoya, ya nə bilim, səsini bir nəfər də kameraya, yəni sübut eləyin ki, bu adam meydandan qaçır. Belə deyir, boş şeydir, nə bilim, ştanqa plasmasdır, yəni plasmasdır, olsun da plasmas. O üstü plasmas, rezin ola bilər. Amma onun içində ağır dəmir var. Bilsən nəyə görə o eləncən deyir? Onun qaldırdığı o rezin, o yüngül crossfit bilinləri olubdur. Burada da var, 15 LBS-dir, 7 kilo yarım olur ən yüngülü. Yəni ən yüngülü 7 kilo yarım olur. Belə rezindən olur, yığırsan ora, olsun lap bu boydan yığıcından. Bu elədir, bu özü julikdir. Qarpız deşir, özünü elə aparır ki, elə bir gündən ki, dünyanı bu yaradır. Nə bilim, bu ən güclü bir adamdır. Xambabasan da, şirin. Xambabasan. Cəmaat da orada, buna Həzrət Əlinin gücü gəlib, bu namaz qılandır. Valla mən namaz qılan insan, Allaha ibadət edən insan, qarpızı Allah Taala bizə yemək üçün yaradıbdır. Qarpızı yaratmayıb ki, deşəsən, tələf eləyəsən. Siz inandırım Allaha, mən o elə o qarpız deşmək videosunu mən çəksəydim, Azərbaycanda olan 80% insan məni vətən xaini çıxardardı. Mən nəsə sözümü dedim, gerisini özünüz bilərsiniz. Mən sizi başa düşürəm, indi çətindir, birinə bir söz deyirsən, buradan polis gəlir, sənə tuta bilər, sən filan kəsin, niyə bu videonu çəkdin, nə bilim, niyə belə oldu? Söymək, döymək, vurmağa ehtiyac yoxdur. Normal şəkildə onu çağırtdırın, prodüseridir, Ruslan Axışqalı. O prodüser nə deyin, onun prodüseridir də o. Onun prodüser nə deyin, ay prodüser. Onu bildiyi, bu qoduq idmandan anlayışı olmayan adamdır. Bu ağzın qatığını dağırdır. Elə onun ağzın qatığı dağıtdığına görə elə onun o vaxt onun zadına bıçaq vurublar da. O özünü normal aparsaydı o bıçağı onun zadına vurmazdılar. Sən ki Ruslan Axışqalı danışanda deyirsən ki ağzıva tüklü dovşan sığmır, Ruslan. Ağzıva tüklü dovşan sığmır. Mən dünya çempionu, mən idman qolcu. Sən nətər idmançısan ki ona bir tənbeh edə bilmirsən. Tənbeh elə də sənin dostundur, qardaşındır. Qardaşım, aslan qardaşım deyirsən bütün gün. Tənbeh elə də deyən, yaxşı bildik. Bəs indi başlamısan yenə bu ştanq məsələsinə. Bir dəfə o Pərvizlə video çəkdi, armaturu belənçinə əymək videosunda. Mən o vaxtı Pərvizə də dedim. Pərviz, mən Azərbaycanda olanda sənə dedim ki, onu çağırtdırcına meydana. Mən gəlim o armaturu versin, mən onu əyim. Sonra mən ona armaturu verim, görüm o götü çatacaq o armaturu əyməyə. Pərviz, sən dedin ki, hə, problem yoxdur. Mən sənə şərait yaradacağım, mənə heç kim şərait yaratmadı. Nə səs çıxdı, nə səmir çıxdı, onu çağırmadılar. Yaqin ki, Pərviz də zən vurub ona, fırladıbdır Pərvizə də. Mən bilmirəm, o söhbətdə mən olmamışam. Amma əminəm ki, Pərviz ona zən vurubdur. Gördünüz, axırı gəldi, hara çıxdı. Pərvizdən başladı, gəldi, çıxdı bura. Pərviz armatur əyən deyil, Pərviz bodybuilderdir. Heç o onu əyə bilərdi, heç Pərviz onu düzgün texnika ilə tutmamışdı, ona görə əyə bilmədi. Pərviz onu gücü biləkləri ilə verirdi, ona görə əyənmədi. Onu tutanda birinci çiyin bilək eləyəndə o armatur əyilir. Amma Pərviz tutub sırf belə əli ilə, qolu ilə basır, çünki o
Örgəşməyib, onun sinir sistemi ona örgəşməyibdir. Birinci çiyinlə güc versən, sonra biləklə edirsən, armatura edir. İndi də eləmişsiniz qəhrəman. Nəsə sözümü buradan dedim, yenə də deyirəm. Özünüz bilin dostlar. Yəni bu belə bilirəm ki, getməyəcək. Yəni bunun bir gün maskası cırılacaq. Deyir, özgə atına minən tez düşər. Mən bu videonu çəkdim bir Çingiz pəhlivan olaraq. Zaman da gedir, dayanmır, saniyə və saniyə, dəqiqə və dəqiqə gedir. Vaxt gələcək, görəcəksiniz ki, Şirekin maskası necə cırılacaq.